Şah Abbas və Süsatanın hekayəsini eşitmişdinizmi? Şah Abbas bir gün gəzərkən Süsatanla qarşılaşır və ondan şəhər hakimi barədə soruşaraq şəhər hakiminin əhali ilə necə rəftar etdiyi barədə məlumat almaq istəyir. Süsatan onun 2 nəfər oğrunun xalqı soyduğunu və şəhər hakiminin də bu oğrulardan rüşvət aldığını söyləyir. Şah Abbasın Süsatanın bu qətiyyətindən xoşu gəlir və ona sabah saraya gəlməsini və saray qaravullarına da Abbasın yanına getmək istədiyini söyləməsini tapşırır. Səhəri gün Süsatan saraya gəlir və qaravullardan soruşur ki, bura Abbas adlı adamın yanına gəlibdir. Onu şah otağına aparırlar və Süsatan görəndə ki, dünən söhbət etdiyi adam Şah Abbas imiş, onun ayaqlarına yıxılır və ondan bağışlanmasını xahiş edir. Şah Abbas onu ayağa qaldırır, ona bağlı paltar bağışlayır və sonra da rəhbərlik altına 50 nəfər verir ki, get, haqqında danışdığın həmin hakimi tut, bura gətir. Süsatan da bu əmri yerinə yetirir. Şah Abbas qanunsuzluğa yol verdiyi üçün həmin hakimin qətlinə əmr verir. Şah Süsatanın bu qətiyyətini təqdir edir və onu hətta qaravulxananın rəhbəri vəzifəsinə yüksəldir. Və beləcə Şah Abbasın ədaləti dillər əzbəri olur.